Salam aleykum, yeni vlogumuza xoş gəlmişsiniz. Necəsiz? İnşallah yaxşısınız, bir şükürlər olsun, yaxşıyıq. Hal-hazırda yoldayıq, gedirik Mamagilə. Kənan müəllim. Ay Kənan müəllim. Salam aleyküm, salam aleyküm. Necəsiz, nə var, nə yox? Biraz başım işə qarşı bizə qəsəb edin. Bugünkü vlogumuz sizə aiddir, buyurun danışın. Mənə göstərmədim, mən deyəcəm kanala abunə olun, şəhər yazın, nə biləm. Yox, bu günləri nə vlogu çəkirik, o barədə danış. Bu günləri, deməli, mənim işlədiyim bir şirkət var. Shine Klein şirkətidir, təmizlik şirkətidir. Onları dəvət eləmişik, hara? Mamamgilə. Ay, sağ olun. Yəni, orada təmizlik işləri aparacaqlar. İnşallah onun haqqında vlog da hazırlanacaq. Mən özüm də onların reklamlarını çəkirəm. Özüm işlədiyimə görə demirəm. Həqiqətən çox mükəmməl bir şirkətdir. Yəni, inanın Allah ki, səmimiyyətimə mən çox yerlərlə işləyirəm. Bir dəfə burada reklam eləməmişəm də, özünüz bilirsiniz. Mən çox şirkətləri özüm gelib çəkirəm. Ödəniş qarşılığında da ödənişimi alarım çəkirəm. Ancaq bu şirkət tam səmimi sözümdür ki, mən gözümlə görmüşəm. Dərmanları özləri hazırlayır. Yəni, alınma dərmanlarla işləmirlər. Öz qarışımlarıdır, bu bir. İkincisi də ki, test olunmuş qarışımdır. Bunların səhifəsini də tağ eləyərik. Girib baxarsınız ki, mən gözümlə görmüşəm ki, kofeni düzəldib. Yəni, eksperiment aparırlar da, töküblər divanın üstünə kofeni, şəkərli kofeni, pesut qatıblar, qənd qatıblar, töküblər. Onu gözümün qabağında təmizləyiblər. Yəni, bunu heç bir şirkətdə mən görməmişəm belə bir reklam. Gəlib təmizləyiblər, heç eşit divanı təmizləyiblər, o heç. Ancaq belə eksperiment mən görməmişdim. Həqiqətən bunlar öz güvən kimi elədilər onu. Çəkilişi də var. Bax, lazım olsa paylaşım eləyər yerə burada hissi olaraq baxarsınız və yaxud da link qoyarım. Yəni, indi davamını da blogda görərsiniz. Danışmaqla deyir ki, hər şey göz önündə. Özünüzə davamına baxarsınız. İnşallah. Əlaqə nömrələrini də verər. Ümumi evin dərin təmizliyidir, xalça təmizliyi falan hər bir şey edirlər. Yəni, çox münasibdə qiymətə işləyirlər. Həqiqətən inanın, müasir avadanlıqlarla işləyirlər, bahalı avadanlıqlarla. Çox da münasib işləyirlər. Yəni, bu qiymət heç bir yerdə yoxdur. Bu işdə də yeni deyirlər. Yəni, neçə illərdir bu sferadadırlar. İnşallah işlərini özünüz görərsiniz, qiymətləndirərsiniz. Mənim deməyimdən deyil. Gedək, davamı da evdən inşallah çəkiliş eləyərik. Görsənir orada? Mən bunu indi elə belirləyir, bir sıfat edilməyim. İndi sən başlayanda bir dənə görüntülər. Yo, özüm bizə əsas oradan götürmüşəm o tərəfdən. Bunu deyirdim ki, bunun altına sən o da yapmışım. İstəmədim də Şanxay olsun, bildin necə? Bizim o bayaq danışdığımız təmizlik şirkətidir. Bir eksperiment keçirdik ki, bu ayaq altı daroşkadır bildiyimiz. Yəni, ayaq altında ayaqqabı ilə də keçib gəliblər üstündən, nə bilim, ayaq yanı nə dağıdıb, uşaq. Bu neçə ildir? Bu belki də 5-6 ildə qalıb ayaq altında. Kaldorun daroşkasıdır, ayaq altı daroşkadır. Vəziyyətini də yaxından çək ki, bilinsin. Bax, toza bax bir dənə. Bilinir toz. Toza bax. Toza bax. Yəni, bu qədər tozdur. İndi onu təmizləyəcək, siz də baxın gözünüzün qabağında. Buyurun, qardaş. Gəl.
görürsünüz ki böyle bir təmizliyi. Bilməm səsdən eşidir səsim ya yox. Baxın, baxın, o burada daha düzdür. Çok süper, mükemmel. Toza necə bilinir? Ora toza var. Qəşəng. Hə? Çox qəşəng açılır. Aa, buna baxın. Ya buradan bax necə görsənir, maşallah. Özümüz də tər çəkirik. Məsələ var burada. Yəni xalça yumaya biz xalçanı verəndə göndəririk xalça yumaya 2-3 günə, 4 günə falan. İndi bizə sonra geri dönüş edib gətirirlər xalçanı. Həm də özümüz yuyanda belə salırıq onu havada ki qurusun, iylənməməyə görə falan. Burada məsələ nədir? Burada biz bir şirkəti çağırdıq, gəldilər. Evin içində və yaxud da çöldə evini təmizlik bax. Təmizləndi. 2-3% nəmlik qalır. Düzdür, Martin bəy. 2-3% nəmlik qalır. Ondan sonra da ki, indi Havalandırma ilə, məsəl üçün kondisionerdən istifadə edərək və yaxud da ki, təmiz hava, balkonu məsəl üçün varsa evdə pəncərələri açıb qısa müddətdə qurutmaq olar. bəli. Yəni çox mükəmməl də təmizlik, ehtiyac yoxdur vaxt getməyə. Yəni 2-3 saat ərzində təmizlik. Bəli, 5% nəmlik zaten saxlayır. Təmizlik də işi nə qədər çəkər? Məsələn üçün deyək ki, çündürdə xalçadır. Nə qədər vaxt? Çündürdə xalça üçün yarım saat, 25 dəqiqə çəkir. Yəni ki, üstündə mürəkkəb, daha da mürəkkəb ləkələr varsa, biraz ola bilsin ki, çox 35 dəqiqə, 40 dəqiqə çəkir, amma nəticə göz qabağındadır. Bəli, bayaq çəkdiyi gördünüz özünüzdə. Mükəmməl. Yəni biz indi eksperiment olaraq çəkdik bunu. İndi iş baxımından işləyəndə daha da təkmilləşdirilmiş şəkildə təmizləyirik. Biz niyə bunu ən mürəkkəb çirkli xalçada göstərdik? Ona görə ki, təmizlik bilinsin. Yəni bu belə xalçanı təmizləmək daha çətindir. Xalça yuma bunu gəlsə, bəlkə də bunu bir həftəyə qədər bu xalçanı hətta Sezonda hətta 10 gün, 15 gün tanınmış şirkətlər 15 gün ərzində çatdırırlar. Düzdür, burada paket xidməti olmasa belə artıq paketə ehtiyac olmur. Çünki xalça yerində təmizləndiyi üçün, təmiz olduğu üçün evin təmiz bir küncündə dura bilər. Və yaxud da istəyənlər üçün əlavə paket olaraq da xidmət göstərək, paketləyə də bilir. Əhsən, əlimiz qolumuz var olsun, gözəl bir işdir. Yəni yenilikdir belə deyərəm həqiqətən. Çünki mənim özüm belə xalça yumaya mən xalça vermişəm, 4 gün ərzində gətirib çatdırıblar. Yəni həqiqətən deyirəm, bizdə blokda da var, baxa bilərsiniz. 2 həftə, 4 gündən. 2 həftə, 2 həftə hələ. 14 günə gətirib çıxardıblar. 2 dənə idi, yoxsa 3 dənə. Bir dənə balaca xalça idi, belə dalaşqa 2 dənə çündürdə. Biz istəyirəm Kənan bəy, ona da vurğulayaq ki, biz Alman texnologiyasının kartirindən istifadə edirik. Aparatları da çək göstərək. Sonuncu texnologiyalardır bunlar. Xalça başlığımızdır, bəli. Burada aparatın özüdür. Bir çox funksiyonu yerinə yetirə bilir. Yəni bu həm xalça təmizliyi, başlıqları dəyişərək evin yumşaq mebellərini, deyim, stollarını və yaxud da divanlarda da bundan yüksək keyfiyyətli iş əldə eləmək olur. Və bu üçün də bizim öz səhifəmizdə daha şaxəli videolar var. Yumşaq mebellərin təmizlənməsi və yaxud da evdə güzgülərin, divanların, ümumi ev təmizliyi qadınlar olaraq hər bir çəkiliş mövcuddur. Oradan daxil olub Shine Clean səhifəsinə daxil Biz olaraq qeyd eləyəcəyik orada, inşallah girib baxarsınız, nömrələrini yerləşdirəcəyik. Həqiqətən 3 saat ərzində quruma prosesi ilə, təmizlənmə prosesi 3 saat ərzində xalçamız təmizlənir. Yəni 3 saat, yəni 4 gün, 1 həftə, 2 həftə gözləmə ehtiyac yoxdur. Yerində, əziyyət çəkmədən heç bir şey. Oturursunuz, baxırsınız, çay içəcək, xalçanızı təmizləyib gedirlər. Və yaxud da yumşaq mebel dəsti, dərin ev təmizliyi, təmirdən sonra təmizliyi, ofislərdir, obyektlərdir. Fərqi yoxdur. Təmizlik aydın nə düşünürsünüzsə, hamısı bu şirkətdə var. Təşəkkür edirəm. Sağ olun. Söz verdiyiniz üçün Sağ olun. və çəkişə icazə verdiyiniz üçün Sağ bir olun, daha sağ olun. təşəkkür olsun. edirəm. Çox sağ olun ki, əziyyət çəkdiniz. Sağ olun. Şan Clean kollektivi olaraq da hər zaman xidmətinizdəyik. Çox sağ olun. Təşəkkür ederim. Yeni vlogumuza xoş gəlmisiniz. Necəsiz? İnşallah yaxşısınız. Mən də şükürlər olsun yaxşıyam. Başlamışam evləri təmizləməyə. Təmizləmişkən də dedim sizlərlə də çəkim bölüşüm. Uşaqlar təzə durublar yuxularından, yəni pastel falan işin düzəlməyib. Pərdələr görürsünüz bağlıdır. Onlar yatanda məcburən pərdəni belə bağlayıram ki, gün düşəndə daha tez dururlar yuxudan. Yata bilmirlər. Belə başlayıram indi inşallah təmizliyimə. Sizə də xoş izləmələr.
Və bu da otağımızın son halı. Bütün elə bil ki, hər yer silindi, süpürüldü. Bəzi yerlərini çəkə bilmədim eləyəndə, çünki zərətkam az idi. Ona görə çatdıra bilmədim. Belə. Hər yer gül kimi tərtəmiz oldu. Bu arada bayrama da az qalıb. Bayram təmizliyi eləyirəm dip köşə. Ona görə də hər həftə ümumiyyətlə çalışıram ki, bir həftədə bir dəfə və yaxud da 2 həftədən bir dip köşə təmizliyi eləyirəm. Ən uzağı 2 həftə, yəni ondan o tərəfə qalmış. Hər tərəf gül çiçəkim oldu. Ürəyimə də sindi. Bu arada xalçanı da çırpdım, bayıra aparmışdım, çırpdım, təmizlədim, elədim, gətirdim, sildim, yudum, süpürdüm. Hamısını qoydum. Pərdələr də təzə yolmuşdu deyə artıq onları çıxartmadım. Belə keçək o bir otaqlara. Deməli biz xanımlar bilirsiniz ki, heç vaxt yəni ki, evimizin işini bitmək bilmir. Nə qədər də bu evləri yığışdırsaq, bir o qədər də dağılır, sökülür. Ümumiyyətlə uşaqlı ev belədir ki, bəzi xanımlar deyir ki, mənim evim uşaq, 2 dənə uşağım var, 3 dənə uşağım var, amma ki evim tərtəmizdir. Mən ona məəttəl qalıram. Bilmirəm uşaqlara dağıtmağa icazə vermirlər evi yoxsa necədir? Çünki mən özüm uşaqlara çox sərbəstlik vermişəm. Ürəkləri necə istədi oynamaqlarına icazə verirəm. Çünki onsuz da böyüyəndə evləri dağıtmayacaqlar, böyüyəcəklər, evlərimiz zaten səliqəli olacaq. Ona görə də ürəkləri istədikləri kimi oynamağa onlara icazə verirəm, şərait yaradıram. Yəni özüm yığışdırıram da, şükürlər olsun Allaha. Onlar dağıdırlar, tək elə canları sağlam olsun, oynasınlar, eləsinlər, hər yer iqruşqalar olsun falan. Ev yox, biz yığıb yığışdırarıq biz analar. Bir də onu qeyd edeyim ki, bayaqları gördünüz ki, çəkiliş başlayanda biz Kənanın işlədiyi şirkəti sizə göstərmişdik. Siz orada gördünüz ki, 2 dənə qardaş təmizlik eləyir. Amma ki, deməli, siz istəsəniz ümumi ev təmizliyinə bütün xanımlar halında da göndərirlər. Yəni ekip kimi desəm də belə göndərirlər təmiz. O qədər gözəl təmizləyirlər, o qədər gözəl elədilər ki, xalçanı, divanı. Mən tərtəmizdə. Mən özüm də inşallah evimə çağıracağam, vlog çəkəcəm və paylaşacağam. Yəni dərin dip köşə bir təmizlik istəyirəm. Özüm də eləyirəm. Amma onların istifadə elədiyi aparatlar o qədər gözəldir ki, yəni ki tərtəmiz eləyəcək də. Buna əmin ola bilərsiniz. Yəni biz özümüz də Kənanda, mən də əminliklə deyirik. Yəni çağırsaz peşman olmazsınız inşallah. Çünki mən özüm də yenə də qeyd edirəm. Özümə rəva bilmədiyimi sizə rəva bilmərəm də, yəni. Ona görə inşallah özüm də vlog çəkib paylaşacağım. Ora anamın evi idi, orada da təmizliyi gördülər. İnşallah öz evimə də çağıracağam. Allahın izni ilə təmizliklərini də eləyəcəklər. İnşallah sizinlə də paylaşıb bölüşəcəm. Yəni ki, sizlər də mütləq çağırma fikriniz olsa, mütləq bu şirkətdən çağırın. Heç və peşman olmayacaqsınız. Bu da otağımın son halı. Bu otaqda çəkiliş eləməyi çox sevirəm. Ona görə də çox elədiyim təmizlikləri göstərmədim. Hər şeyi dəyişdim. Bütün polkaların içini zaten təzəlikcə yığıb yığışdırmışdım. Sildim, süpürdüm. Mebellərimi də falan sildim. Çox deməli mebellərimi falan da sildim hər şeyi. Çox çəkiliş eləmədiyim, sevmədiyim üçün
Ona görə göstərmirəm da burada hər şey təzəlikcə də zaten silib süpürmüşdüm. Bu arada 2 dənə lampoçkam da burada partlayıb, onları da dəyişmək lazımdır. Burada da bir dənə bu şunur məni çox narahat eləyirdi. O kondisioner üçün qoyulub. Belə bura kondisioner heç ehtiyac duymamışıq qoymağa. Çünki elə yekə mətbəximdə var, hər yerə çatır yəni. Uşaqlar da bu arada hamamdadılar. İndi onları da göstərəcəm sizə. Bu da Canon'un kompüter stoludur. Məcburan yəni bura gətirib qoymuşuq. Çünki burada çalışır. Bütün gün, bütün işi yəni kompüterdən ibarətdir. Videoqrafdır, fotoqrafdır. Yəni ehtiyacınız olarsa, əgər lazım olarsa mütləq yəni bizə zəng vura bilərsiniz. Yəni 077 460 41 20. Ürək Canon'un nömrəsidir. Ürəyiniz istəsə, yəni çəkiliş barədə zəng vurub əlaqə saxlaya bilərsiniz. Bütün çəkilişlərə gedir. Belə, burada tərtəmiz, çox gözəl oldu. İndi keçirəm qaynanamın otağını təmizləyəcəm. Oranı amma çəkiliş eləmirəm. Çünki özü də istəmir. Ona görə oranı təmizləyib sonra keçəcəm mətbəximə. Belə, davam edək. Və şükürlər olsun ki, hər yeri bitirdim. Düzdür, buranın çəkilişini eləmədim sizlər üçün, çünki çatdıra bilmədim. Kənan da işdən gəldi, sağ olsun, mən kömək elədi, birlikdə elədik hər yeri. Bu xalçanın üzdüyü var, üzdüyü taxıram həmişə. Üzdüyünü də çıxartdım, atdım yumağa. Bütün hər yer pırıl-pırıl mis kimi oldu. Allah hər birinizdən razı olsun. Belə, hər tərəfə də bitirdim, şükürlər olsun. İnşallah, indi keçirəm... İndi gedirəm iftar süfrəmizi hazırlamağa. İnşallah ki, çəkə bilsəm, onu da çəkərəm. Birazdan görüşərik. Və bu da bizim iftar süfrəmiz. Deməli, iftar üçün Kənan toyuq ciyərini xoşdur. Toyuq ciyəri hazırladım. Kartoşka ilə, yağ soğanla falan belə qovurub qatıram hamısını bir-birinə. Əvvəlcə ciyərlə kartoşkanı ayrı-ayrı qızardıb, sonra bir-birinə qarışdırıram. Həmçinin də yağ soğanı çox dadlı alınır. Mən özüm də xoşduram, biz yeyirik. Belə iftarımızı da bu dəfə belə elədik. Allah bütün tutulan orucları qəbul eləsin. Allah hər kəsin dua və ibadətlərini qəbul eləsin. Bizlərin də həmçinin içində ruzu və bərəkətimiz hər daim bol olsun. Kanalımızı da izlədiyiniz üçün təşəkkür edirəm. Allah hər birinizdən razı olsun. Kanalımıza da mütləq xahiş edirəm. Abunə olun. Like eləməyi də unutmayın. Çox-çox xahiş edirəm. İnşallah bir sonraki vlogumuzda görüşərik. Allah'a əmanət olun. Sağ olun.